Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə bu ölkənin dövlət, radio və regional mətbuatında deyil, eyni zamanda qlobal xəbər nəşrlərinin, maliyyə, birja portallarının və nüfuzlu təhlil mərkəzlərinin diqqət mərkəzində olub. Almaniya hökumətinin rəsmi portal və federal prezidentin dəftərxanası dövlət başçısının Berlindəki görüşləri barədə operativ məlumatlar yayıblar. Məlumatlarda Almaniya kansleri Friedrich Merz və prezident Frank-Walter Steinmeier'in prezident İlham Əliyevlə görüşlərində ikitərəfli siyasi dialoqun dinamikası, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinin ətraflı müzakirə olunduğu diqqətə çatdırılıb. Almaniyanın əsas informasiya agentliyi olan DPA ilə yanaşı geniş oxucu auditoriyasına malik Stern, News.de, Klam.de, Deutsche Welle kimi media orqanları da rəsmi protokollara və müzakirə olunan əsas mövzulara geniş yer ayırıblar. Dövlət başçısının rəsmi səfəri ilə bağlı Almaniya mediasında ən böyük maraq doğuran istiqamətlərdən biri enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi olub. Almaniyanın NTV, Stern, Deutschlandfunk və Zeit, Deutsche Welle kimi nüfuzlu media qurumlarının məlumatlarında Almaniyanın ənənəvi enerji mənbələrindən asıllığını azaltmaq strategiyasında Azərbaycanın həlledici rol oynadığı barədə xəbərlər yayıblar. Eləcə də beynəlxalq xəbər agentlikləri və aparıcı xarici nəşrlər əsas diqqəti mətbuat konfransına yönəldiblər. Həmin nəşrlər mətbuat konfransında səsləndirilən fikirlərə istinadla Almaniyanın və Rusiyanın sabiq rəsmilərinin Bakıda keçirdikləri qeyri-rəsmi təmaslar barədə məlumatlar yayımlayıblar. Beləliklə, Almaniya və dünya mediasının marağı Prezident İlham Əliyevin Berlinə səfərinin beynəlxalq ictimaiyyət tərəfindən təkcə iki tərəfli təmaslar kimi deyil, Cənubi Qafqazın, Avropanın enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat imkanlarının genişləndirilməsinə təsir edən vacib geostrateji hadisə kimi dəyərləndirildiyini göstərir. Davam edirik, hörmətli tamaşaçılar. Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kiloqram narkotik tapılıb. Dövlət Gömrük Komitəsinin aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə küllü miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Şahtaxtı gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə alkoqolsuz içkilər yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı 2 paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda mayi halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə küllü miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin fəaliyyəti dayandırılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarət Dövlət Agentliyinin müfəttişləri paytaxtın Xətai rayonu Ceyhun Həsənov küçəsində yerləşən Qayğı MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparıb. Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd edilənlər nəzərə alınaraq liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün Qayğı MTK-nın qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilərək yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuları müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MTK-nın hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub. Davam edirik. Amerika Birləşmiş Ştatları ordusunun gecə saatlarında İrana başlatdığı 11-ci zərbə dalğası başa çatıb. Bu barədə Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı məlumat yayıb. Mərkəzi Komandanlığın hədəfləri arasında İran əməliyyat mərkəzləri, dəniz obyektləri, təyyarə anqarları, dron saxlama yerləri və hərbi logistika infrastrukturu var idi, deyə məlumatda vurğulanıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə Nəşr 2 əməliyyatının 24-cü dalğası çərçivəsində Küveytdəki Əli Əl
Əl-Salim bazasındakı və Bubiyan arasındakı radar sistemlərinin məhv edildiyini açıqlıb. Küveyt hökuməti ölkə ərazisindəki hədəflərə endirilən zərbələri təsdiqləməyib. Prezident Donald Trump Amerika Birləşmiş Ştatları ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb. Əfqanistan müharibəsi 20 il, 2000 ölüm. İraq müharibəsi 9 il, 4600 ölüm. Vyetnam müharibəsi 19 il, 5 ay, 58220 ölüm. Koreya müharibəsi 3 il, 1 ay, 36574 ölüm. Venezuela müharibəsi 1 gün, 0 ölüm. İran hərbi münaqişəsi 4 ay 18 ölüm deyə Trump qeyd edib. Pentagon rəhbəri Pete Hegseth isə Senatın Təxsisatlar Komitəsinin dinləməsində İrana qarşı hərbi əməliyyatlar xərclənən vəsaiti açıqlayıb və hazırda xərclər 37,5 milyard dollar olaraq qiymətləndirilir deyə Hegseth bildirib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib. Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mikhail Drapatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilib. Bunu Prezident Volodimir Zelenski axşam çıxışında açıqlayıb. Mən qərara gəldim ki, Mikhail Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı olacaq. Mikhail Drapatı, Yevgeniy Xmara və Pavlo Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının konfigurasiyasının necə yenilənməsini müəyyən etdik deyə Zelenski bildirib. Zelenski Sırskiyə Kiyevin müdafiəsi, Xarkov hücumu və Kursk əməliyyatları, eləcə də Ukraynanın müdafiəsinə verdiyi töhfələrə görə təşəkkür edib. Fransanın cənub bölgəsində yerləşən Var bölgəsində 2500 hektar ərazini əhatə edən yeni meşə yanğını başlayıb. Təbii fəlakətlə əlaqədar yerli hakimiyyət orqanları 400-ə yaxın sakini ərazidən təxliyə etmək məcburiyyətinə qalıblar. Bu barədə TF1 telekanalı məlumat yayıb. Qısa müddət ərzində yüzlərlə hektar sahəyə yayılan alov bir neçə yaşayış məntəqəsi üçün ciddi təhlükə yaradıb. Bununla yanaşı 2300-ə yaxın ev elektrik enerjisindən məhrum olub, bir neçə fərdi yaşayış evi isə yanaraq yararsız hala düşüb. Alovla mübarizə tədbirlərinə yanğın söndürmə və xilas etmə xidmətinin 1200 əməkdaşı cəlb olunub. Həmçinin yanğının qarşısının alınması üçün havaya 4 yanğın söndürmə təyyarə və onların fəaliyyətini əlaqələndirən bir helikopter qaldırılıb. Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatlarının hücumu zamanı bir nəfər ölüb, 10 nəfər xəsarət alıb. Bu barədə bölgənin qubernatoru məlumat yayıb. Onun sözlərinə görə, dron hücumu nəticəsində Armavirdə Wildberries anbarının əməkdaşı həlak olub. Yaralılardan 3-ünün vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Onlar şəhər xəstəxanalarına yerləşdiriliblər. Digər 6 nəfərə isə yerindəcə ambulator tibbi yardım göstərilib deyə qubernator bildirib. Həmçinin Krasnodarda 2 çox mənzilli binaya, Dinskaya yaşayış məntəqəsinə isə 2 fərdi evə puğa qalıqlar düşüb, xəsarət alan yoxdur. Venezuelada baş verən dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5346 nəfərə çatıb. Bu barədə ölkə parlamentinin spikeri Jorge Rodriguez məlumat verib. Rəsmi məlumatlara əsasən 16740 nəfər xəsarət alıb, 6462 nəfər isə xilas edilib və hökumət orqanları 128324 ailəyə yardım göstərib, 17265 vətəndaş evsiz qalıb. 107 müvəqqəti sığınacaq düşərgəsinə 23122 nəfər yerləşdirilib. Hökumətin hesabatına görə 856 binaya ziyan dəyib, 190 tikili isə tamamilə dağılıb. Qeyd edək ki, yeraltı təkanlar iyunun 24-də axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 magnitudalı 2 güclü zəlzələ qeydə alınıb.
Və son olaraq, hörmətli tamaşaçılar, sabaha gözlənilən hava proqnozu da açıqlanıb. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasının hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa inəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman da olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-39 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq. Sahada olan əsas xəbərləri təqdim etdi hörmətli tamaşaçılar. Saat 18-də isə yenidən görüşəcəyik. Hələlik.